Hərdən heç dəmir barmaqlıqlar da islah etmir bəzilərini. Görünür, başı daşdan daşa dəysə də bəzi insanlar sanki həyatlarını cinayət üzərində qurmaqdan zövq alırlar. Elə növbəti materialımızda da əvvəllər 2 dəfə məhkum olunan şəxsdən söhbət gedəcək. O, 3-cü oğurluğunu edib. 39 yaşlı Ayaz Osmanov Vüsal İsmailova məxsus mağazadan 16 müxtəlif markalı mobil telefon, bir notebook kompüter və 250 manat pulu oğurlayıb. Lakin Qazax rayon polis şöbəsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğru saxlanılır. Faktlara qədər Qazax rayon polis şöbəsinin əməkdaşının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törətmiş Qazax rayon Ağköyünə kənd sakini Osmanov Ayaz Nizamoğlu tutularaq istinaqa təqdim edilmiş. Müstəntiqin dediyinə görə dırnaqarası qəhrəman bu oğurluğuna qədər də məhbus həyatı yaşayıb. O 2 dəfə narkotik vasitələrinin saxlanması və soyğunçuluq maddələri ilə həbs olunub. Aynurə Vəli qızı, Vasif Aqifoğlu, Rəşad Əli İskəndərov, Space, Qazax.